Salam hörmətli izləyicilər. Get və post requestinin automation ilə bağlı danışmışdım. Növbəti videoda isə put və delete requestlərindən danışacağam. Deməli, put requesti hər hansı bir datanı dəyişmək üçün, delete isə silmək üçün istifadə olunur, bildiyiniz kimi. Demək, put requesti də post requesti kimi automation olunacaq, təxminən eynidir. Elə Postmanda da baxsaq, put post kimi onun da body'si olur və elə burada da istifadə olunanda body olduğu üçün biz bunu rahatça elə buradan dəyişə biləcəyik. Biz burada nə edəcəyik sadəcə? Deməli, bunu silim. Deməli, biz burada nə edəcəyik? Metodumuzu dəyişəcəyik, put eləyəcəyik və URL-imizi sadəcə burada istifadə olunan bu URL-i qoyacağıq. Daha öncə burada base URL kimi bunu çıxarmışdım qırağa, bu hissəni çıxarmışdım. Bir dənə endpointimi əlavə edib put eləsəm, nəticəni buradan əldə edə biləcəm. Post kimi eyni oldu. Sadəcə URL-i dəyişdirdim, put elədim və görəcəksiniz ki, sanki mənim bir dənə mailim var. E-mailimdə dəyişdirmək istəyirəm. Məsələn, testdir. Testini dəyişmək istəyirəm. Bunu tutalım, başqa bir dənə qoyuram. Məsələn, adımı qoyuram, Murad qoyuram və burada nəticədə də elə istəyirəm ki, dəyişiklik eləyim. Bunu eləsəm, gedəcək sanki mənim databazda öz e-mailimi Murada dəyişmiş olacaq. Passwordum qalacaq və ya passwordu dəyişiklik edə bilərəm. Yəni, put requesti məndə bir dəyişiklik databazda hər hansı dəyişiklik eləmək üçün istifadə edirəm. Və daha sonra isə mən nə edəcəyəm? Mən istəyirəm bir dənə bunu qeyd edeyim. Mən keçən dəfə demək yadımdan çıxmışdı. Mən hər hansı body'də istəyirəm ki, adətən body'də bunun gəlib-gəlmədiyini yoxlayıram. Mən əgər istəsəm, məsələn, bu cür əsət eləmirəm, sanki yoxlayıram ki, body'də ümumiyyətlə e-mail gəlibmi, password gəlibmi, onu bilmək üçün bu cür value-ları check eləyə bilərəm. Yazacağam ki, e-mail burada qeyd edirəm. Yəni e-mailin not null value, yəni null olmadığını yoxla yenə. Yəni bu cür check eləyə bilərəm ki, e-mailim gəlib-gəlmədiyini yoxlayım. Cavab gələcək ki, bəli, e-mail gəlib. Və başqa orada nə eləyə bilərdim? Not belə bir dəyişiklik, belə bir şeylər check eləyə bilərəm ki, ümumiyyətlə body'm var ya yoxdur. Password yoxlaya bilərəm ki, password da həmçinin. Çünki adətən ola bilər bəlkə biz bilməyək ki, responsumuza nə gələcək, onu necə check eləyəcək. Məsələn, yazılır ki, əlində not null value ki, ümumiyyətlə responsa cavab qayıdıbmı? Bəli, bu cür check eləsək görəcək ki, qayıdıb. Və delete requesti necə olur? Delete requestində burada delete yazacağıq. Məsələn, burada belə bir requestim var, URL-im var və delete eləmək istəyirəm. Burada body'yə ehtiyacım yoxdur, body'ni də sildim və bunu çağırıram, delete eləyirəm. Sadəcə burada əsət eləmirəm, buna da ehtiyac yoxdur. Belə eləyim, görüm nə nəticə əldə olunur. Boş obyekt qaytardı. Adını delete requestlərində görürsünüz ki, cavab, respons belə qayıdır. Sanki responsu yoxlayıram ki, bəs delete eləyirəm və boş bir dənə mənə obyekt qaytarır ki, budur. Delete requesti bu cürdə automation olunur.